Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Möhkem durdular. Budur Azerbaycan. Budur Azerbaycan. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Biz 1-ci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik. Amma torpaqlar da getdi. İndi hər bir həlak olan insan əvəz olunmazdır. Ancaq 2-ci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirir. Və buna da nail oldu. Biz hər zaman bir də demək istəyirəm ki, onlara xoşda olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır və onların qəhrəmanlığı unudulmazdır, misli bərabəri yoxdur. Salam İşki Xəbər İnfo və İnforum Xəbər TV sosial şəbəkə izləyiciləri. Bugün çəkiliş qrupumuz Sabirabad rayonunun Ulacalı kəndində antiterror şəhidi Çevik polis Muradov Əzbəyin anım günündə iştirak edirik. Son sözünü demək üçün hak yolundan dönməyəcək, azadlığa yetmək üçün hak yolundan dönməyəcək, azadlığa yetmək üçün əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti, əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti. İntiqamı alınmasa, şəhidlərin geri dönmə, son qələbə çalınmasa, silahınla sən öyünmə, son qələbə çalınmasa, silahınla sən öyünmə, əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti, əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti.
burada olan her bir kəsə öz təşəkkürümü bildirirəm. Şəhid anaları, ataları, bizim rayonumuzun polislərinə, alayın, Çevik alayının polislərinə öz təşəkkürümü bildirirəm. Kəndimizin cəmaatına, elimizə, obamıza, məktəbimizə, xüsusən Arif müəllimə, Sara müəllimə çox sağ olun, var olun. Vaxtınızı ayırıb gəldiyinizə görə. Mən buradan Seyfinin anası buradadır, Xəzərin anası buradadır. Naxçıvandan o boyda yolu qət eləyib gələn Ələskərimizin anası Tabat bacım buradadır. Sumqayıtdan Gülaya bacım buradadır. Bakıdan Xuraman bacım buradadır. Gene de Bakıdan Gülnarə bacım, Rasimin maması Xuramandır. Seymurun maması Gülnarədir. Asimin maması Xədicə bacımdır. Onların ataları da buradadır. Hər birinizə, Faik müəllim, hamınıza təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən gözəl polis balalarım. Heç vaxt bizi tək qoymadınız. İstəyir buran polisləri, istəyir Bakının. Hər zaman yanımdasınız, bizi tək qoymursunuz. Çox sağ olun, var olun, sizə təşəkkür edirəm. Bu gün mənim üçün ən ağır gündür. Həmişə bu günləri keçirdirdim. Amma Əziz bəyin arzusuydu ki, 28 yaşımda deyirdim ama mən nişanlanacağım. Bugünkü gün. Allah hamımıza gene de səbir versin, dözüm versin. Polislərimizi, hərbiçilərimizi qorusun, əskərlərimizi qorusun. Hər sağ olsunlar gəlib, Əhməd ağa da sağ olsun, gəlib işıqlandırır. Hər zaman şəhid analarının, atalarının yanındadılar. Biz nə istəyirik ki? Bizə diqqət. Heç nəyə ehtiyacımız yoxdur. Çünki gör biz kimin balasının anaları yox. Mən fəxr edirəm oğlumla. Buradakı analar da balaların itirsələr də fəxr edirlər. Çünki alınları açıqdır. O cür gözəl balaların analarıdır. Allah dövlətlər içində dövlətimizi qorusun, əmin-amanlıq eləsin. Bismillahirrahmanirrahim. Allah'ın salamı, rəhməti, bərəkəti üzərimizə olsun. Çox sağ olun Faik müəllim. Sizə də rayonumuzun adına təşəkkür edirik, minnətdarıq. Biz də gələn qonaqlarımızın adından cəmi şəhidlərimizin valideynlərinə, Etibar qardaşıma, anamıza can sağlığı, uzun ömür arzu edirik. Uca yaradan Azərbaycanın suverenliyi, vətəni, bayrağı uğrunda canlarından keçən cəmi şəhidlərimizə rəhmət eyləsin. Qazilərimizə, xalqımıza can sağlığı versin. Allah Teala ordumuzu suda, havada, torpaqda müzəffər eyləsin. Bizim asayişimizi qoruyan polislərimiz Rəbbim öz pənahında qorusun. Əziz qardaşım, mən elə bilirəm ki, mən bundan sonraki ömrümü şəhidlərimizə borçluyam. Çünki bizim ərazi bütünlüyümüzü bərpa elədilər. Başda möhtərəm prezidentimizə, xalqımıza can sağlığı arzu edirəm. Ulu öndərimizə, şəhidlərimizə Allah'tan qəni rəhmət arzu dilək edirəm. Allah Teala hər birinizdən razı olsun. Allah Teala bundan sonra bütün həyətlərə toy qismət eyləsin. Allah Teala sizlərə uzun ömür versin, səbir versin. Şəhidlərimizin valideynlər qarşısında baş əyirəm. Şəhidlərimizin ruhlar qarşısında baş əyirəm. Qazilərimizin qarşısında baş əyirəm. Bizim Əzbəy qardaşımız həm qazi idi, həm də şəhid oldu. Bir çox şəhidlərimiz belədir. Onlar Tüm tədris çalışıram, hamısını salamlayıram. Polis əməkdaşlarını salamlayıram. Ben de Şeyh'in Nizar Adiloğlu'nun asasıyam. Şehirler hakkında çok danışmak olar. Ben bile yukarı danışıram. Allah bütün şehirlerimizi rahmet eylesin. Gazilerimizden şəfa versin. Əskər balalarımda Allah özü korusun. Ben iki kelime şiirle sözümü bitirirəm. Çox çəkmişəm, hissə kədər, dünya səndən incimişəm. Yaşamağım olub hədər, dünya səndən incimişəm. Ciyərimi yarı etdin, ürəyini parı etdin.
Gündüzümü kahve ettin. Dünya senden indirmişem. Yaman kessin kələyini. Yıxdın arxa dirəyini. Yerə vurdun kürəyini. Dünya senden indirmişem. Yani yine deyirəm Allah şu şəhidlərimizə rəhmət eləsin. Şəhid balaların dərdi çəkməsi çox çətindir. Bunu şu valideynlə, şəhid valideynləri məndən yaxşıdır. Yine deyirəm Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimə şafi o versin. Əskər balalarımızı Allah özü korusun. Sağ olun, diqqətsiz görən minnətdarım. Ahmet, çox birinci deməkdə məqsədim odur ki, bilsinlər ki, heç vaxt bir-birimizi unutmamalıyıq. Allah dərgahında əgər şəhid, Allah şəhidə fərq qoymasa, biz də qoymamalıyıq. Bu gün də mən sevindim ki, 1-ci Qarabağ şəhidinin anası da burada iştirak edir. Qonaq gəlir, çox sağ olsun. Yəni o da bilsin, hamı da bilsin ki, biz onları heç vaxt ayrı salmırıq. Həmişə yadımızdadılar. Mən özüm Facebookda dostluğumda olanlar bilir. Bugün də ikisini paylaşmışam. Hər o ad günləri gələndə, doğum günlərini mən seçib qoymuşam. Hər birinin Sabirabad üzrə şəhidlərimizin, 1-ci Qarabağ şəhidlərinin ad günlərin şəkilləri ilə birlikdə paylaşıram. Onlar heç vaxt unudulmasın, yaddan çıxmasınlar. Allah sizləri var eləsin, Allah gələn ayaqlarınızı var eləsin. Mən indi sözü vermək istəyirəm bizim əzizimiz gül balalarımıza, məktəbli balalarımıza. Yaxın gəlin, yaxın gəlin. Yox, buna boşluq olsun. Gəlin yaxın. Mən Əzizbəyin işığına, nuruna toplaşan bütün tədbir iştirakçılarını, bütün yaşlarım adından salamlayıram. Amma salamın ən dəyərli ünvanı bu gün şəhidimizin, vətən sevdalısı, vətən oğlu Əzizbəyin anası və atasıdır. Bizim üçün örnək valideynlərimiz. Sizə Əzizbəy Səməmin adından təşəkkür etmək istəyirəm. Ona görə ki, o cür oğul tərbiyə edib vətənimizə, dövlətimizə təhvil vermişdiniz. Biz sizlərə nə desək, nə söyləsək, cümlələrimiz sönük, sözlərimiz acı olacaq. Vətən oğlu adını qazananlardan biri olan Əzizbəyin keçdiyi həyat yolu sanki biz şagirdlər üçün bir məktəb oldu. İstər tərbiyəsi, əxlaqı, istərsə də vətənpərvərliyi ilə biz onu həmişə özümüzə nümunə sayırıq. İncə qəlbə, incə ruha sahib olan şəhidimizin bir çox ifaları yaddaşımızı əbədi hiss salsa da, incə belli ifası sanki onun ruhunun incəliyini, qəlbinin saflığını, zehniyyətinin, düşüncəsinin paçlığını, dürüstlüyünü, gözəlliyini bütün incəliklərinə qədər üzə çıxardı. Bəli, o həqiqətən də belədir. Şəhidlərimiz qan, can bahasına torpaq uğrunda savaşdılar. Amma ölümsüzlük və ölməzlik kimi bir anlayışların olduğunu bizlərə bir daha dərindən sübut etdilər. Onlar əbəd yaşar, unudulmaz oldular. Onların ruhları bugün çox xoşbəxtdir. Çünki dövlətimizin, xalqımızın, millətimizin, dövlətimizin, millətimizin, el-obamızın tükənməz sevgisini hər an hiss edirlər. Bu sevgilər bəşəriyyət var olduqda bitməyəcək, tükənməyəcəkdir. Əksinə o müqəddəs torpaqlarımızda aparılan quruculuq işləri, açılan abidələr, istifadəyə verilən evlər, orada hər dəfə səslənən dövlət himnimizin sədalarındakı qürur, vüqar hissini dönə-dönə yaşamaq, görmək, bizdə şəhidlərimizə olan minnətdarlıq hissini bir əmin artırır. Başımızı dik tutan əziz, dəyərli valideynlərimiz. Minnətdarlığından sizin də balalarınıza ölçüyə sığmayacaq qədər pay düşür deyə, siz hamıdan üstün, hamıdan dəyərlisiniz. Sizin üçün mən bütün şagirdlərimiz adından çox sağ olun deyirəm. Sağ olun ki,
Bizə fəxrimiz olan Əziz bəyimizi vətənimizin oğlu kimi adlandırmağı nə qədər çətin olsa da şərəfinizlə yaşatdınız. Tarix heç zaman unudulmur. Hər bir şəhidimiz, onların həyatı da bizim üçün bir tarixdir, bir kitabıdır deyə biz heç zaman onları unutmarıq. Vətən sağ olsun, qəlbiniz bundan sonra inciməsin, qırılmasın. Qarşınızda baş edir. Salam, xoş gördük sizi. Bugün bildiyimiz kimi bizim antiterror şəhidimiz Çevik polisi Əziz bəylinin doğum günüdür, həm də anım günüdür. Yəni onu anırıq indi bu dəqiqə hal-hazırda. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Siz də bizim qazilərimizsiz. Qazilərimiz bizim canlı şahidlərimizdir. Onlardan qalan bizə yadigarlarsınız. Zəhmət olmasa Əziz bəylə bağlı. Buyurun. Əziz bəy bizim gözəl qardaşımızdır. Əziz bəy hal-hazırda yəni Respublikada təkbir bizim tək belə milli qəhrəmanlarımızın keçdiyi yollardan keçiblər. 3 dənə müharibə görüb Əziz bəy aprel döyüşlərində iştirak edib. 2-ci Qarabağ döyüşlərində iştirak edib, antiterrorda iştirak edib, şəhid oldu. Həqiqətən də milli qəhrəmanımız o bizim elə. Bütün şəhidlər bizim üçün milli qəhrəmandır. Biz olan şahidləriyik, biz olan qardaşlarıyıq. Yəni biz olan döyüş cınaq-cınağa döyüşən qardaşlarımız olub bizim olar. Dəyər bu dövlətin suverenliyin, ərazi bütövlüyün biz bərpa eləyən oğlanları, xəritəmizi birləşdirən oğlanları dövlətimizdən razıyıq, cənab prezidentimizə təşəkkür edirik ki, bu qərarı verdi. Həqiqətən də, yəni biz vətən təkcə torpaq deyil də bizim üçün. Vətən anadır, atadır, ailədir, qeyrətdir, namusdur. Gənc nəslin vətənpərvər böyüməyi istəyirik. Bu vətəni sevmək bizim borcumuzdur. Ona görə də canımızdan, qanımızdan könüllü şəkildə gedib keçmişik biz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, döyüşçülərimizə can sağlığı versin. Təşəkkür edirəm sizə, minnətdaram. Gəlirsiniz, çəkirsiniz, işıqlandırırsınız. Allah sizdən razı olsun. Çox sağ olun. Təşəkkür edirəm. Sizi salamlayıram. Allah sizinlə şükürlər olsun. Gəlmişsiniz, çəkirsiniz. İşıqlandırırsınız bizim şəhidlərimizi. Şəhid analarımızı, atalarımızı, qazilərimizi. Allah sizdən razı olsun. Bu Əziz bəy qardaşımızın atası. Allah ona da can sağlığı versin. O da 1-ci Qarabağ qazisidir. Oğlu da getdi, şəhid oldu. Yəni Allah onlara səbir versin, bütün valideynlərə. Şəhid analara, Allah səbir versin. Mən özüm də Allah verdi, Ağdam milli qəhrəman, Allah verdi, Bağırın batarında döyüşmüşəm. Yəni döyüşdə olan bütün qardaşlar, bütün qazi qardaşlarımız, yəni hamı bilir ki, şəhid nə olan şeydir, müharibə nə olan şeydir. Yəni şəhidlərimizi unutmaq olmaz. Ömrü boyu unutmaq olmaz. Şəhidlərimizi unudan adamlar özünü tanımır. Unutmaq olmaz. Allah səbir versin valideynlərimizə, bütün şəhid analarına. Əziz bəy qardaşımız 30 ildən sonra erməni piyanəsi ilə İncəbelini orada ifa eləmişdi. Yəni Şuşada. Yəni bu bizə çox böyük sevinç bəxş edir həqiqətən də. Yəni Azərbaycan dövlətinin musiqi, əgər kim varsa orada yuxarıda oturanlardan mən xahiş edirəm ki, həqiqətən də Əziz bəy dəyərləndirmək lazımdır. Allah şəhidlərimizə rəhmət etsin. Sizə də öz təşəkkürümüzü bildiririk, çəkib işıqlandırırsınız. Şəhid valideynlərinə Allahdan səbir diləyirəm. Əziz bəy qardaşımız da onların içərisində. Əziz bəy qardaşımız bizim qəhrəman qardaşımızdır. Qardaşlar da vurğuladı. Əziz bəy qardaşımızın atası etibarən də 1-ci Qarabağ müharibəsinin qazisidir. Allah ona da uzun ömür versin, can sağlığı versin. Şəhidlərimizi unutmayaq, unutturmayaq. Allah hər birinə rəhmət eləsin, valideynlərinə səbir versin. Bu qədər. Allah millətimizi qorusun, dövlətimizi qorusun, Cənab Ali Baş Komandanımızı qorusun. Təşəkkür edirəm hər birinizə, minnətdaram. Allah qazilərimizə də şəfa versin. Döyüşçü qardaşlarımızın da Allah canı sağ eləsin. Allah cəmi şəhidlərə rəhmət eləsin. Qəbirlərini nura dönsün. Əziz bəy qardaşımızdan bugün çox danışa bilərik. Əziz bəy qardaşımız yəni necə deyim, çox gözəl qardaş olur. Allah Danışası çox sözlər var. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Qəbir əlinə dönsün. Valideynlərinə səbir diləyirəm, analarına, həmçinin əzizlərinə. Allah yerdə qalanları salamat eləsin. Haqlarını bizlərə halal etsin. Əlbəttə. Allah razı olsun. Bəli, hörmətli izləyicilər, indi də bu dəqiqə şəhidimizin atası ilə yaxından tanış olacağıq. Buyurun. Çox sağ olun. Sizə elə Əzbəyin atası olaraq, anasının adından, ailə üzvlərimizin adından, başda Daxili İşlər Nazirimiz Vilayət müəllim olmaqla hamımıza, kollektivimizə təşəkkür edirik, can sağlığı arzulayırıq. Allah dövlətimizi qorusun ki, bu cürdə vətəndaşları var. Yəni bizə qayğı göstərir, diqqət göstərir. Bugünkü günü bizi tək qoymadı. Elə hamımızdan razıyam. Mən yenə də deyirəm, Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Bizim bir qürur yerimiz odur ki, bizim torpaqlarımız azad olub. Bizim evlatlarımız şəhid olsa da, balalarımız şəhid olsa da, mən ataların hamısı o mənim fikirdədir. Yəni bir dənə bizim təsəlli yerimiz odur ki, bizim neçə illər gözümüz qalan o torpaqlarımızı özümüzə verib gedib olar. Biz də o əmanət olaraq onlardan, prezidentimiz dediği kimi, o günahsız balalarımızın aldığı o torpaqları bizcə əmanətlə qoruyub, özümüzdən sonra gələn nəsillərə təhvil verməliyik. Elə bu işdə Allah bizə kömək olsun, o bayraqlarımızı bayraklar içində həmişə uca eləsin, dövlət başçımızı qorusun ki, ölkə başçılarının içində seçilən bir başçıdır, bizim ölkə prezidentimiz. Mən fəxr edirəm şəxsən, həm qazi kimi, həm şəhid atası kimi. Mən fəxr edirəm ki, o cürlə ölkə başçımız var. Çünki başqa dövlətlərdə gördük, bundan qabaqçı müharibələri də görmüşük. Hamısı gözümüzün qabağındadır. Biz uşaq döyürük. Bizim çörək tapmayan günlərimiz olub, o sürətdə dayanan günlərimiz olub. Heç kim işini dalıca gedə bilmirdi ki, evinə çörək gətirsin. Müharibəmiz getdi. Müharibəmiz gedən vaxtı bizim mağazinlərimizin unlarımız əksik olmadı. Heç bizə o göstərmədi ki, o çətinliklərdir ki, orada olan çətinlikləri bizi yarısını görmədik, yarıdan çoxunu görmədik. Bu da ölkə başçımızın sayəsində, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsindədir. Allah onların hamısına can sağlığı versin, şəhidlərimizin də məqamını başda uca eləsin. Hamımızdan da Allah razı olsun, təşəkkür edirəm. Bir dənə sizə sual vermək istəyirəm ki, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı hər zaman şəhid ailələrimizə, qazi ailələrimizə diqqəti və qayğısı danılmazdır. Bununla bağlı nə deyə bilərsiniz icra başçısı? Vallahi mən bir elə şəhid atası kimi elə bütün rayonlar o şəhid valideynlərlə otururam, görürəm, məclislərində iştirak edirəm. Yenə şükür bu günümüzə. Yəni onların da öz işləri var. Onlar da lazım işlər dalaysan gedirlər. Ancaq bizi də unutmurlar. Bax gəldi, vaxtın sərf elədi, tədbiri var idi, səyyarı tədbirlər gəzir, kətləri gəzir, problemlərlə məşğul olur. Yəni gəldi o bizi yaddan çıxarmadı ki, orada Əzbək balamızın böyünənin mövlududur. O gəldi o şəhid ataların qəlbi yerində olsun. Gəldi orada bizlə salamlaşdı, bizlə sağollaşdı, getdi. Yəni biz razıyıq. Biz ölkəmizin, yəni Allah ən xoş günlərin bizə qismət eləsin görək. Amin. Nə qədər insanlarımız var, hamısına can sağlığı arzulayıram. İçi siz qarışın. Çəkib bizi belə paylaşırsınız, görürlər, bilməyənlər bilirlər. Allah hamımızdan razı olsun. Var olasınız. Çox sağ olun. Sağ olun. İlk növbədə Allah şəhidimizə rəhmət eləsin. Balamız nur üzlü şəhidimizdir. Yəni fəxr edeyim. Fəxr edin ki, o Azərbaycan xalqının fəxridir, şəhididir. Bəlkə sizin balanız deyil. Nə deyə bilərdiniz qısaca oğlunuz barəsində? Mən də sizə öncədən təşəkkür edirəm gəldiyinizə görə. Mən də Əzbəy Muradovun anasıyam. Həmin Əzbəy ki, 44 günlük müharibədə olub. Orada Qarabağ şikəstəsinin incə bellimi həmin çalan oğlandı. Fəxr eləyirəm ki, elə bir oğlun anasıyam. Alnım açıq, üzüm ağ. Dövlətlər içində Allah dövlətimizi qorusun. O müharibədən gələndən sonra Çevik alay polisinə işə düzəldi. Orada işləyirdi. Oradan dolar lokal antiterror əməliyyatına qoşuldular. İlham Əliyevin tapşırığını yerinə yetirərkən o 7 polis şəhid oldu. Mənim oğlum 18 gün komada qaldı. 19-cu gün şəhadətə qovuşdu. Mən bugünkü günü deyərəm ki, ay Əzbəy oğlum, şəhadətin mübarək olsun.
Allah məkanın cənnət eləsin. Allah bütün şəhid analarına, atalarına səbir dözüm versin. Onun arzusuydu ki, o 25 yaşında dünyasını dəyişdi. Onun arzusuydu ki, 28 yaşında, yani ki bugünkü günü o nişan deyirdi ki, ama 28 yaşımda ad günüm günü nişan olacaq. Deməli, qismət da Allahın bir qismətiymiş. Mən fəxr eləyirəm ki, mən elə bir oğlun anasıyam. Allah dövlətimizi qorusun, dövlətlər içində dövlətimizi qorusun. Prezidentimizin canı sağ eləsin, gələn ayaqlarınız var olsun. Allah bütün şəhid analarına, atalarına səbir versin, qazilərimizi qorusun, əskərlərimizi qorusun. Onlar soyuqda səngər arxasındadılar. Allah onları qorusun. Siz də sağ olun, gəldiyinizə görə. Bəli, hörmətli tamaşaçılar, Güzki Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informator İlahə Salih qızı. Sabirabad.